Aziz şagirdlər, hər birinizi xoş gördük. Qısa bir fasilədən sonra yenidən testlərin izahı ilə davam edəcəm. Hal-hazırda buraxılışa düşə biləcək tipli sualların paylaşımını edəcəm və bir nömrəli testə diqqət edirik. Bizdən doğru variant tələb olunur. O halda nə edirik? When ilə bağlı məqamları yadımıza salaq. Biz bilirik ki, when-dən sonra əgər indiki zamanda olan fe'l verəriksə, digər tərəfdə shall, will olmalıdır. Ona görə D yanlışdır. When-dən sonra ümumiyyətlə have, has, shall, will tipli bu zamanlar ümumiyyətlə, yəni bitmiş və gələcək zaman olmur. Ona görə B və D yanlışdır hər ikisi. Digər tərəfdə isə I variantı ümumiyyətlə uzlaşma olaraq yanlışdır. Arrived past simple-dadır keçmiş zaman. Have been waiting isə indiki bitib davam edən heç cürə zaman uzlaşması doğru deyil. C variantında yenə fe'lin kökündə S indiki zamanı göstərir. Amma had been waiting isə keçmiş davam edicidir. Uzlaşma pozulmuşdur. Bilirsiniz ki, ingilis dilində zamanlar uzlaşmanı eyni zamanda yaradırlar. Yəni indiki zamanla keçmiş uzlaşması heç bir halda mümkün deyil. Bəzi istisna məqamları çıxmaq şərti ilə. Ona görə doğrumuz elə A variantıdır. When Jane arrived, I'd been waiting for an hour at the gate. Yəni Jane çatanda artıq mən onu 1 saatdan çox idi gözləyirdim. 2 nömrəli testə diqqət edirik. Bizdən doğru variant tələb olunur və diqqət edirik. How often does the machine needs examining? Yəni bu maşının tez-tezmi müayinəyə ehtiyacı var? O zaman ümumiyyətlə how often sözünü görürüksə tez-tezmi və ya da neçə dəfə mənasını verə bilər. Biz onun cavabını once, twice, three times tipli belə cavablarla verməliyik. O zaman ona görə avtomatikimiz elə D variantıdır. Once a month, yəni ayda bir dəfə. Ümumiyyətlə how often dəfə tipli sözlərlə cavab alar. 3 nömrəli testdə diqqət edirik. Make up sentence cümlə tamam qurmadır. Cümlə qurarkən ilk öncə cümlə tipinə baxın. Məsələn, verilən cümlə təsdiq cümlədir. O zaman birinci nə olur? Mübtədamız. Birinci başlayırıq 2 ilə. Süleyman Rüstəm. 2 olan variantlara diqqət edirik. C və B variant. Deməli, doğru cavab bunların arasındadır. Və ikinci Süleyman Rüstəm mübtədadırsa, ingilis dilində mütləq ikinci yerdə xəbər olmalıdır. 2-3 şəklində. Süleyman Rüstəm is. Sonra biz əgər artikl varsa, sifətdən və isimdən öndə verməliyik. Ona görə 2-3-5 şəklində olmalıdır. Hələ ki fikir versəz, bərabərlik gedir. Süleyman Rüstəm is-ə. Sonra sifət hər zaman isimdən önə keçməlidir. Ona görə bir işlətməliyik famous sözünü. Artıq sıralama C-də pozulur. Doğrumuz elə bir variantıdır. Süleyman Rüstəm the famous Azərbaycani poet. Yəni Süleyman Rüstəm məşhur Azərbaycan şairidir. 4 nömrəli testə diqqət edirik. Burada biz ilk öncə of-dan sonra cəmsim tək xəbərə diqqət edirik. Bilirik ki, bossdur, samdır və burada friends cəmsimdirsə, oldan da sonra cəmsim olarsa, üçü də eyni qaydaya tabedir. Cəmsim cəm xəbər alır. Amma bizim was xəbərimiz bir saitli tək kəmiyyətdədir. Və digər məsələ, əgər cümlənin sonunda Ayzə görürüksə, bilirik ki, Ayzə cümlənin əvvəlində mütləq inkar olmalıdır ki, cümləyə daxil olsun. Ona görə doğrumuz A variantıdır. Neither of your friends was able to help you either. Yəni sənin dostlarının da, yəni sənə kömək eləmə məcburiyyəti yoxdur. Onlar sənə kömək etmə məcburiyyətində deyil. 5 nömrəli testə diqqət edirik. İlk növbədə biz hot day sözünü görürük. Ümumiyyətlə sözünləri bölümüdür. Biz bilirik ki, day harda varsa mütləq orada on olmalıdır. İkinci tərəfi nəzərdə tuturam. Ona görə avtomatik elə B variantıdır və cümlə tərcüməsinə də diqqət etsək. It's very nice near the sea on a hot day. Yəni isti günlərdə yay fəslini nəzərdə tutur. Dənizə yaxın olmaq çox gözəldir mənasındadır. 6 nömrəli testə diqqət edirik. 6 nömrəli testdə complete the sentence cümlə tamamlamadır. Cümlə tamamlayarkən 3-4 fəndlərimiz var ki, biz onu testdə tətbiq etsək, heç bir halda yanlışa yol vermirik. İlk öncə nədir? Cümlə tamamlayarkən heç bir halda xəbər mübtədadan önə keçməz. Məsələn, sonuncu variantda have I deyil də I have olmalıydı. Bu birinci fəndimiz. Eyni qayda A-da da yanlışa yol verilib. Had I deyil də I had olmalıydı. Digər ikinci bir tələbimiz odur ki, əgər cümlədə when, what time varsa, onlardan sonra have, has, participle to heç vaxt olmur. Ona görə biz B-ni də yanlış götürürük. Və üçüncü qayda odur ki, ingilis dilində bəzi deyərkən 3 fe'limiz var ki, want to know, wonder, bir də ask. Bunlardan sonra z heç bir halda olmur. Ona görə doğrumuz C-dir. 7 nömrəli testə diqqət edirik. 7 nömrəli testdə modal feillərin doğruluğu bizdən tələb olunur və cümlə tərcüməsinə diqqət edin. Don't shout, qışqırma. You keep silent, yəni sakit olmalısan. Gərək sakit olasan. İkinci tərəfdə cümləmiz təsdiqdirsə inkarları atırıq. Elə doğru variantımız 1 və 3 qalır. You ought to keep silent, gərək olasan sakit və yaxud da you should keep silent, yəni sən gərək sakitlik qoruyasan, sakit olasan. 8-ci testə diqqət edirik. İkinci tərəf bizə artıq cavabı yaxınlaşdırır. Neither did her friends, elə onun dostları da deyil, inkarlıq verilib və köməkçi feilimiz diddir. Və biz neither'ni birinci cümlədən alırıq və
Diqqət edin. Birinci cümləmiz inkarda olmalıdır ki, nice cümləyə daxil olsun. Ona görə 3 variantımız təsdiqdə atılır. A və I variantı arasında qaldıqda isə köməkçi fe'l did harda görürsə həmin seçimi seçirik. Ona görə burada was'dur. Doğrumuz elə A'dır. Mary didn't have to take part in a contest. Neither did her friends. Mary yarışmada iştirak etməməli idi. Elə onun dostları da. 9 nömrəli testə diqqət edirik. İlk öncə biz bəzi belə deyək cümlə tamamlamada bağlayıcıların qaydasına nəzər salaq. Biz bilirik ki, when və what time-dan sonra heç bir halda have has olmur. O zaman cümləmizdə biz have görürük, have və 3. Ona görə də when və what time onu inkar edir. Doğrumuz elə since when və how long-dur. 1 və 4 doğru cavabdır. Və tərcüməyə də gəldikdə isə since when have they been involved in this project? Yəni nə vaxtdan bəri onlar bu layihəyə cəlb olunublar və yaxud da qoşulublar. 4-də isə how long have they been involved in this project? Yəni neçə müddətdir ki, onlar layihəyə cəlb olunublar, yəni orada iştirak edirlər. Bu qədər əziz abituriyentlər. Əgər hər hansı bir suallarla, izahlarla bağlı çətinlik yaranarsa, onların izahı üçün də müraciət edə bilərsiniz təkrarən.